Hər kəsə salam. Bugün say mövzusuyla bağlı bəzi qeydlər var, onlardan danışacağıq. Qeyd edək bura say. Bunlar nələrdir? Az və çox sözləri. Bunlar qeyri-müəyyən miqdar saylarıdır. Ən, lap, daha ədatları ilə işlənə bilir. Ən, lap, daha. Ən az, lap çox, daha çox və yaxud da daha az və s. Sonra sayılardan sonra əgər mənsubiyyət şəkilçisi gələrsə, biz bu zaman mənsubiyyət şəkilçisini qeyd edirik. Məsələn, yazaq ayın 5-də. Daha doğrusu ayın 5-i. 5-i və yaxud da 36-sı və s. Burada sırf mənsubiyyət şəkilçisi gəlib. Yox, əgər mənsubiyyətlə yanaşı hal şəkilçisi də gəlibsə, bu zaman biz mənsubiyyəti qeyd etmirik. Ayın 5-də. Baxın, bu doğrudur. Amma 5 yazıb, indi bax bu şəkildə belə yazmaq olmaz. Və yaxud da ayın 13-də. 13-də. Burada ün şəkilçisi I-I-O-Ü mənsubiyyət, N isə bitişdiricidir. Yəni bunu yazmırıq biz. Sonra danışaq nədən? Biz bilirik ki, çox sözü bu sözün üzərinə isim gələrsə, çox olacaq say. Çox sözünün üzərinə feil, yəni hərəkət gələrsə, olacaq sərf. Çox uşaq, bu saydı. Burada çox sözü, çox çalış. Çalış sözü hərəkət feil olduğu üçün çox sözü olacaq zərf. Bu zərfdir, bu isə say. Və çox sözünün üzərinə biz əgər sifət gətirsək, bu çox sözü olacaq ədat. Hansı ki, sifətin çoxaltma dərəcəsi biz qeyd etmişdik ki, sintaktik yolla düzələndə ən, lap, daha çox ədatlarından istifadə edə bilirdik. Bax, həmin çox ədatı budur. Çox gözəl. Yəni, çox sözü oldu burada ədat. Gözəl sözü oldu sifət. Sonra qeyd edək nəyi? Və yaxud da çox gözəl insandır. Yenə də dəyişməyəcək. İnsandır. Yenə də dəyişmir. Niyə? Çox sözü insana aid deyil, gözələ aiddir. Gözəlin çoxluğundan söhbət gedir, əlamətin çoxluğundan. Yenə də bu olacaq ədat. Gözəl olacaq sifət. İnsan isim o öz yerində. Xeyli sözü isə biz qeyd etmişdik ki, bu sözlər, yəni az çox xeyli sözlər özündən sonra isim gələrsə olacaq say, hərəkət gələrsə olacaq zərf. İndi baxaq xeyli sözünə. Xeyli sözü.
özündən sonra sifət gələrsə, xeyli gözəl, xeyli maraqlı, xeyli sözü olacaq zərf. Niyə? Çünki zərf deməli hərəkəti, yəni feili izah etməli yanaşı əlaməti də izah edə bilir. Burada gözəl sözü sifətdir, xeyli sözü isə olacaq zərf. Diqqətli olaq burdan. Xeyli gözəl insandır, xeyli maraqlı əsərdir. Yəni bunlar burada xeyli sözü zərf hesab olunur. Əlaməti zərf bildiyimiz kimi əlaməti də izah edə bilir. Hərəkətlə yanaşı əlaməti də izah edə bilir. Sonra qeyd etdik ki, bir sıra bir çox sözlərdən sonra onların izah etdikləri isim cəmdə işlənir. Bəzi nümunələrimiz var ki, məsələn, bir sıra məktəb direktorları. Bir sıra sözü məktəb sözünü izah etmir. Məktəb direktorları sözünü izah edir. Ona görə də cəm şəkilçisi direktorlar, yəni direktor sözünün üzərindədir. Məktəb sözünün üzərində deyil. Bu doğru bir birləşmədir. Yəni burada yanlışlıq yoxdur. Sonra qeyd etdik ki, bəzi sözlərimiz var ki, bunlar özündən sonraki ismi tək təsdiqləyir. Xeyli, bir qədər, biraz, bir neçə, bir xeyli. Bunlardan sonra gələn isim tək isim olmalıdır. Baxın, tək isim. Xeyli insan, bir qədər vaxt, biraz sakitlik, bir neçə məktəb, bir xeyli müddət. Baxın, burada larlər şəkilçisindən istifadə etmirik. Sonra saysız hesabsız sözü nə qədər sualına cavab verir? Bu qeyri-müəyyən miqdar sayı hesab olunur. Saysız, hesabsız. Qeyri-müəyyən miqdar sayı. Bu da bizim qarşımıza çıxır, diqqətli olaq. Say adətən əşyaya aid olur və onu izah edir. Bəzən hərəkətə də aid ola bilir. Belə cümlələrimiz də var. Beşincilər gəldilər. Və yaxud da ikisini gətir. Baxın, burada say hərəkətə, feilə aid oldu. Sonra qeyd etdik ki, bir sıra bir çox özündən sonra gələn ismi cəmdə tələb edir. Bir sıra yaşlı müəllimlər. Baxın, bu doğrudur. Ona görə ki, bir sıra sözü burada müəllim sözünə aiddir. Yaşlı sözünə aid deyil.
Yəni, hökmən yanında gələn isimdən söhbət getmir. Yaşlı söz əvvəla burada isim deyil, sifətdir. Yanında gəlmək məsələsi deyil, aid olmaq, izah etmək, izah etdiyi sözdən söhbət gedir. Yəni burada bir sıra sözü yaşlı sözünə yox, müəllimlər sözünə aiddir. Sonra devslə yazılan mürəkkəb sayılar ki var, bunlar təqribi, təxmini sayılardır. Qeyri-müəyyən miqdar sayıların təxmini təqribi qrupudur. Məsələn 5, 6, 3, 4 yazaq bura. 3, 4. Baxın, bunlar əsl mürəkkəb sayılar hesab olunur. Ayrı yazılanlar isə, məsələn 15. Bunlar tərkibi sayılar hesab olunur. O qədər sözü həm say ola bilir, həm də zərf ola bilir. Özündən sonra isim gəlsə olacaq say. Özündən sonra hərəkət gəlsə, yəni feil gəlsə, yəni hərəkət gəlsə deyəndə ki, hərəkətə aid olsa, onu hərəkəti izah etsə olacaq zərf. O qədər insan olacaq say, o qədər düşündüm olacaq zərf. Sonra qeyd etdik ki, az-çox sözü, az-maz sözü. Baxın, az-çox, az-maz. O qədər də bayaq qeyd etdik. Sonra çox-çox sözü. Bunlar da həm say, çox-çox. Bunlar da həm say ola bilər, həm də zərf ola bilər. Özündən sonra isim gələrsə olacaq say. Yox, əgər feil gələrsə, yəni hərəkətlə bağlı olarsa olacaq zərf. Həm say, həm də zərf kimi işlənə bilərlər. Az-çox bilirəm zərf olacaq. Az-çox uşaq, məsələn, olacaq say. Sonra qatar-qatar, maşın-maşın. Baxın, bunlar sifətdir. Qatar-qatar dəvələr. Dədə Qorqud dastanında var bu söz. Maşın-maşın. Maşın-maşın cins. Baxın, bunlar sifət hesab olunacaq. Say deyil. Ortancıl sözü də eyni zamanda. Onu da buraya yazaq. Ortancıl övlad. Necə övlad, hansı övlad? Bu da sifətdir. Sonra dilimizdə ilkinci sözü də var. Yəni bu birinci deməkdir. Bunu biz say kimi götürə bilərik. Bu söz say hesab olunacaq. Məsələn, xeyli qoca kişi. Yazaq bura. Xeyli sözü burada zərf hesab olacaq. Çünki qoca sözü sifət. Yəni sifət izah etdiyi üçün, yəni əlamət izah etdiyi üçün bu söz zərf hesab olunacaq. Sonra o qədər, bu qədər sözü mürəkkəb saydır.
O qədər sözündən bayaq biz danışmışıq, onu say və zərf kimi işlətdik. Bu qədər sözündən də danışaq. Bunlar 2 söz burada görürük. Mürəkkəb saydı bunlar. Azacıq sözü. Sözdə həm say, həm də zərf kimi işlənə bilir. Bir azacıq aşım, ağrımaz başım. Belə bir atalar sözü var. Baxın, azacıq sözü aşa aiddir, əşyaya aiddir. Bu saydı. Azacıq oxumuşam. Azacıq dincəldim. Bu isə hərəkətə aiddir. Bu da olacaq zərf. Say mövzusundan ümumi bu qədər. Demək olar ki, hər şey demiş olduq. Yenə əlavə nələrsə çıxsa, onlar da qeyd edib burada paylaşacağıq. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, salamat qalın.